Salam dostlar, dünyada olan bütün İngilizce sözlerin yerleştiği lüğət. Ya bir kitap görmüşdünüzmü? Bak, qalınlıq bu boyda. Deməli, biz bunu oxuyub tərcümə eləməyə davam edirik. Ömrümüz yetərsə hamısını oxuyub bitirəcəyik kitabı. Deməli, burada qalmışdıq. Axırıncı dəfə Access Road. Deməli dostlar, Access Road. Access Road deməli nə deməkdir? Lüğətinizə yaza bilərsiniz. Giriş-çıxış yolu. Giriş-çıxış yolu. Necə bir yol? A road used for driving into or out of a particular place. Yəni bir yoldur, istifadə olunur nə üçün? For driving into a particular place. Konkret bir məkana daxil sürmək üçün, içəriyə girmək üçün və yaxud da oradan çıxmaq üçün. Access time. Kompüter elminə aid bir sözdür. The time taken to obtain data və yaxud da data, iki cür oxunur, data. Stored on a computer. Bir vaxtdır taken, yəni sərf olunur, to obtain data. Yəni məlumatı nə eləmək üçün, əldə eləmək üçün obtain. Hansı məlumatı? Stored on a computer. Yəni kompüterdə saxlanılmış məlumatı əldə eləmək üçün sərf olunan vaxta deyilir access time. Access time store yaddaşda saxlamaq deməkdir dostlar. Saxlamaq, yaddaşda saxlamaq. Access time bir sözdən ifadəsi necə gedir? Müraciət müddəti, əl çatımlılıq vaxtı. Sonra accident. Accident deməli nə deməkdir? Eşitmişsiniz bu sözü. An unpleasant event, especially in a vehicle that happens unexpectedly and causes injury or damage. Xoşa gəlməz hadisədir, xüsusilə nəqliyyat vasitəsində, hansı ki baş verir gözlənilmədən və səbəb olur nəyə? Xəsarətə, zədəyə və ya dağıntıya, ziyana. A car, road, traffic accident. A car, road, traffic accident. Deməli, maşın, yol, trafikdə dostlar, yol nəqliyyat deməkdir. Yol nəqliyyat, accident. Yəni qəzası deməkdir. Sonra he was killed in an accident. O neynədir? He was killed in an accident. O qəzada öldü. Sonra 1 in 7 accident is caused by sleepy drivers. 7 qəzadan biri yatmış sürücülər ucbatından olur. Yəni onlar səbəb olur. Yuxulu sürücülər səbəb olur. Sleepy drivers, yuxulu sürücülər. Sonra the accident happened at 3 p.m. PM yəni günorta vaxtı və ya axşam vaxtı. Burada amma günortadır, 3 p.m. 3 saat radələrində qəza baş verdi. To have an accident. To have an accident, qəzaya uğramaq, qəzaya düşmək. So a serious minor accident. A serious accident yəni ciddi, ağır yol nəqliyyat hadisəsi. A minor accident yüngül qəza. A fatal accident ölümcül qəza. Yəni ölümlə nəticələnən qəza. İndi burada yazıbdır in which somebody is killed. O hadisə ki bunun açmasını verib. Yəni orada somebody is killed, kimsə öldür, ölən olur. Accident in the home. Məişət qəzaları. Accidents in the home. Məişət qəzaları, evdə baş verən qəzalar. A climbing, riding accident. Bu nə deməkdir? Yəni climbing, yəni ki dağçılıq, dırmanma qəzası. A riding
Atçılıq, at sürmə qəzası. Take out accident insurance. Insurance before you go on your trip. Nədir? Deyir ki, take out yəni rəsmi sənəd əldə etmək. Məsələn, qəza sığortası etdirmək. Bax burada yazıb. Accident insurance. Yəni sığorta deməkdir. Qəza sığortası. Bununla bağlı sənəd almaq. Qəza sığortası take out da bildiniz nədir? Yəni bir rəsmi sənəd əldə edəndə take out deyirlər. Məsələn, filan sənədi take out elədim. Before deyir bu qəza sığortasını əldə elə, etdir ki, nə zaman getməmişdən qabaq. Before you go on your trip. Səyahətə çıxmamışdan qabaq. I didn't mean to break it. Bunu sındırmaq fikrində, niyyətində değildim. I didn't mean, yəni niyyətində değildim. Bunu sındırmaq, to break it. It was an accident. Bu təsadüfən oldu yəni. Yəni bu qəza idi yəni, bir bədbəxt hadisə idi, oldu da. İkinci təsadüf mənasında dostlar, accident, təsadüf. Something that happens unexpectedly and is not planned in advance. In advance yəni qabaqcadan deməkdir. Yəni bir şey baş verir gözlənilmədən və planlaşdırılmayıb qabaqcadan. In advance. Their early arrival was just an accident. Onların erkən gəlməyi, çatmağı, səfəri sadəcə yəni, təsadüf idi. It's no accident that men fill most of the top jobs in nursing. Təsadüf deyil ki, it's no accident, təsadüf deyil ki, deməli, kişilər tuturlar burada, fill tutmaq mənasındadır. Yəni, top jobs, saat deyək də nədir? Rəhbər vəzifələr, top jobs. Rəhbər vəzifələrin çoxunu təsadüf deyil ki, kişilər tutur harda, in nursing, yəni medsestra işində. Dostlar, Amerikada tibb oğlanları da var. Yəni bizdə çox vaxt tibb bazıları gedir, amma bu nursing yəni tibb oğlanları da gedir burada. An accident of birth, fate, history. Yəni an accident of birth. Bunların bir-bir sizə deyim tərcüməsin. Doğuşdan gələn təsadüf. An accident of birth. Sonra an accident of fate. Taleyin oyunu, taleyin təsadüfü. An accident of history. Tarixi təsadüf. Və burada yazır. Describing facts and events that are due to chance or circumstances. Yəni bütün bu qara ilə yazılanların, bax bu 3 dənə verir və an accident of birth, fate, history. Yəni bunlar nə deməkdir? Yəni deyir təsvir eləyir nəyi, faktları və hadisələri, hansı ki due to yəni görədir. Yəni şanslara, təsadüflərə və ya şəraitə, şərtlərə görə baş verir. Sonra accidents will happen. Bu nə deməkdir? Birazdan oxuyaq bitirək. Accidents will happen. Yəni olacağa çarə yoxdur, olacaq oldu. O deməkdir. Yəni people say accidents will happen. İnsanlar deyirlər accidents will happen. Nə zaman? To tell somebody who has had an accident. Birinə desinlər ki, kim ki yəni nəsə bir bədbəxt hadisə törədib, desinlər ki, nə? For example, breaking something, nəsə qırıblar məsələn. That it doesn't matter. Yəni qarşı tərəfə deyirlər ki, problem yoxdur, fikir vermə, and they should not worry. Və eləyən tərəf narahat olmasın. Yəni accidents will happen bir sözlə olacağa çarə yoxdur, olacaq oldu. By accident, in a way that is not planned or organized. Deməli or organized. We met by accident at the airport. By accident də nə deməkdir? Təsadüfən, bilmədən. Yəni in a way o cür ki, that's not planned, planlaşdırılmayıb və ya təşkil olunmayıb. We met by accident at the airport. Biz aeroportda təsadüfən görüşdük. Helen got into acting purely by accident. Purely yəni sırf, tamamilə deməkdir. Yəni sırf təsadüfən Helen got into acting, yəni oyunculuğa, aktyorluğa nə edibdi? Başlayıbdı. Get into burada karyera,
karyeraya başlamaq, karyeraya addım atmaq, filan sahəyə gəlmək, addım atmaq, yəni hansısa sahəyə. O deməkdir, got into. Opposite, yəni by accident-in, yəni təsadüfən sözünün antonimi nədir? Bax, bunu yazın lüğətə. Deliberately. Deliberately. Yəni bilərəkdən, qəsdən, on purpose. Bu da var, yəni məqsədli şəkildə, qəsdən, bilərəkdən. Bura qədər. Buradan o tərəfində oxuyarıq.